Aktual siyasi istiqamətlərdən danışmazdan öncə bəzi digər önəmli detallara da nəzər yetirək. Rəqəmsal dövr inkişaf elədikcə faydaları bütün sahələrə yayılır. Önəmli olan sahələrdən biri də tibbdir. Elə hazırda bu mövzuda elmi-praktiki konfrans keçirilir. Zeynəb Nadirova da orada da bizə məlumatları ötürəcək ki, nələr danışılır, hansı önəmli istiqamətlərə diqqət çəkilir. Zeynəb, hər vaxtın xeyir olsun. Hər vaxtınız xeyir olsun Çinarə. Bəli, bugün tibb sahəsinə aid önəmli bir konfrans keçirilir. Bir neçə aidiyyatı qurumun təşkilatçılığı ilə vurğulayaq ki, 56 məruzənin təqdim olması nəzərdə tutulub ki, bu istiqamətdə də artıq müzakirələr gedir, həm də çıxışlar olur. Qeyd eləyək ki, Səhiyyə Nazirliyi, eyni zamanda Milli Məclisin Səhiyyə Komitəsi, bununla yanaşı İnformasiya Texnologiyaları İnstitutu, hazırda olduğumuz məkan və eyni zamanda Tibb Universiteti və digər aidiyyatı qurumların birgə təşkilatçılığı ilə keçirilir və qeyd eləyək ki, bir sıra müzakirələr də getdi. Ümumiyyətlə, elektronlaşdırma ilə bağlı, yəni tibb sahəsi ilə bağlı hansı irəliləyişləri əldə etmək olar? Çünki günümüzdə artıq ən aktual məsələdir bu. Həm elektronlaşma ilə bağlı səhiyyə sahəsinə daha çox əlçatanlıq mümkündür. Elə bu istiqamətdə çıxış edəcək olan şəxslərdən biri ilə müzakirə aparacağıq. Elə efirimizdə də onun təbii ki, konferansın şərhinə aparacaq Azərbaycan Tibb Universiteti 1-ci Cərrahi Xəstəliklər Kafedrasının müdiri və AMEYA-nın müxbir üzvü Nuru Bayramov məlumat verəcək. Nuru bəy, artıq səhər saatlarından başlayıb konferans, bir sıra önəmli müzakirələr də getdi. Biz burada da bir qədərini dinlədik. Sizdən eşidək daha detallı. Bugün İnformasiya Texnologiyaları İnstitutunda Respublika konferansı keçirilir. İkinci Respublika konferansıdır bu. Konferansın da əsas mövzusu rəqəmsal tibb mövzusudur. Bilirsiniz ki, bu mövzu bugün bütün dünyada, o cümlədən ölkəmizdə çox önəmli məsələlərdən biridir. Konferansda ölkəmizin öndə gələn tibb müəssisələri ilə yanaşı informasiya texnologiyaları, biotexnologiyalar və digər texnologiyalarla əlaqəli qurumlar da iştirak etməkdədir. Özəlliklə Azərbaycan Tibb Universiteti, Milli Onkologiya Mərkəzi, Həkimləri Təkmilləşdirmə İnstitutu, bu tərəfdən isə İnformasiya Texnologiyaları İnstitutu, Biotexnologiyalar Mərkəzləri də iştirak edir bu konferansda. Konferansın əsas qayəsi ondan ibarətdir ki, ölkəmiz bu sahədə nə qədər irəliləmişik, nələrə nail olmuşuq, hansı problemlərimiz var, bu problemlərin həlli yolları nələrdir və belə bir konferansların da gündəmə gəlməsində ən önəmli məsələlərdən biri də budur ki, multidisiplinar bir kollektivin bir yerə yığışaraq müzakirəsinin nəticəsində əksər hallarda yeni layihələr, yeni proyektlər ortaya çıxır ki, bu da ölkəmizin bu sahədə irəliləməsinə çox kömək eləyir. Xüsusən də bugünkü gündə süni intellektin bu qədər sürətlə inkişaf elədiyi və həyatımıza daxil olduğu bir dövrdə belə mövzuların gündəmə gəlməsi və bu sahədə də tədqiqat işlərinin aparılması, layihələrin hazırlanması çox vacibdir. Təşəkkür edirəm məlumatlar üçün və uğurlar arzulayıram çıxışınızda. Bəli, Çinarə, artıq vurğuladığımız kimi rəqəmsal tibb 4.0 problemlər, imkanlar və perspektivlər adlı konferans artıq öz işinə başlayıb, davam eləyəcək. Hələ bir neçə saatda davam etməsi nəzərdə tutulub ki, AMEYA-nın müxbir üzvü, eyni zamanda Azərbaycan Tibb Universitetinin kafedra müdiri bizə Nuru Bayramov məlumat verdi. İnformasiyamız, çatdıracağımız məlumatlar bundan ibarət idi. Sözü yenidən sizə ötürürük. Təşəkkürümü bildirirəm Zeynəb.